Ya Allah, Bismillahirrahmanirrahim. Assalamu aleyküm, əziz mömin bacı və qardaşlar, hörmətli izləyicilər. Bu gün sizə faydalarını saymaqla bitməyəcək bir dua təqdim edəcəyik. Adı nədir? Müəllifdən kimyayı ərş tilsimi. Yəni ərşin kimyası. Nə deyir? Bu tilsimin adları ərşdə nəqş olunmuşdur. O bütün aləmə nüfuz edir. Bu adlar bəndənin Allaha üst tutması üçün bir vasitədir. Müəllif ondan Həzrət Əli əleyhissalamın vilayətində olanlar üçün tərkib etmişdir. Hər səhər ona baxmaq gözün və qəlbin nurlu olmasına, imanın, vilayətin möhkəmlənməsinə, məhəbbət cəlb etməyə, ruzinin artmasına səbəb olar. Onu yanda saxlamaq müşküllərin açılmasına, sehrin, yəni cadunun, nəzərin getməsinə, xətərlərdən qorunmağa bais olar. Mühüm işlər üçün onu gümüşə nəqş edib yanda saxlamaq olar. Bunu yazarkən, gəzdirərkən, bir dəqiqə kameradan görmədim. Təharətə riayət edilməlidir. Yəni ki, napak olmaz gəzdirmək. Məhəbbət və ürəyi ələ almaq üçün şəms və yaxud zöhrə saatında ya nuru, ya qüddüs deyərək yazmaq lazımdır. Evin, gəminin və s. qorunması üçün, eləcə də malın amanda qalması üçün faydalıdır. Yazılacaq olan budur. Böyük götürünə ölçüləri yazarkən sonra xırda götürsəz, burada xırda görsənir. Yerləşdirə bilməyəcəksiniz bu arada yazılanları, tamam mı? Bunu A4 götürün, A4'ə çəkin bunu, sonra başlayın için ətrafını işləməyə. Deməli, bu necə edilir? Sehirdən qorunmaq üçün, nəzərdən qorunmaq üçün yanda saxlamaq lazımdır. Yazılır, yanda saxlanılır. Və yaxud evin, malın qorunması üçün yazıb evə qoyursan, amma görünən bir yerdə və hər səhər ona baxırsan. Hər səhər ona baxmaq gözün və qəlbin nurunu artırar. İmanın möhkəmlənər, insanların məhəbbətini cəlb edərsən. Yəni evə qoyursan həm evin qorunması üçün malın, mülkün, evin, həm də ki, səhərlər durdun, işə gedirsən, dərsə gedirsən, ona baxıb sonra gedirsən. Həm də ki, yazıb yanda saxlamaq olar. Bu digər qeyd olunanlarla bağlı çox gözəl bir duadır. Çox gözəl də əl işi çıxır yazılarkən, baxarkən də çox gözəl görsənir. Bizdən bu qədər. İnşallah ki, bir xeyri olar. Çapında da əvvəlki, keçən dəfədəki video kimi keyfiyyətsiz deyil, yaxşı düşüb məncə. Hər bir şeyi aid eləmək olur. Məncə yaza bilərsiniz, çətinlik çəkmədən. İzlədiyiniz üçün sağ olun, Allah əmanət olun. İzləməyi, bəyənməyi unutmayın.